Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabətli məhdudlaşdırma kimi cinayət törədən və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər. Bundan əlavə, vurulmuş ziyanı əldə edilmiş gəlirin artıq bir misli yox, 50% miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər. Xəbər verilir ki, bu, Milli Məclisin dünən keçirilən plenar sessiyasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinin təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin layihəyə əsasən artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizləmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi Yalançı sahibkarlıq Cinayət Məcəlləsinin 193-cü maddəsi hesab ediləcək. Müzakirələrdən sonra məsələ səs verməyə qoyularaq birinci oxunuşda qəbul edilir.